Gündəlik iş həyatında bəzən veb saytlardan məlumatların cədvəl şəklində əldə olunmasına ehtiyac olur. Bugün biz daha çox istifadə olunan gündəlik məzənnə dərəcələrini query vasitəsilə gətirəcəyik və ən əsası gətirəcəyimiz məlumatlar, məzənnə dərəcələri Mərkəzi Bankın veb saytı ilə bağlantılı olacaq. Bu da gündəlik olaraq yenilənəcək. Yəni, bir dəfə əməliyyat edərək gətirəcəyimiz məzənnə dərəcələri gündəlik olaraq biz istifadə edə biləcəyik. İlk öncə data menyusundan new query from other source edərək from web qeyd edirik. Və gördüyünüz kimi biz linki bura daxil etməliyik. Mərkəzi Bankın saytına gəlib həmin linki Ctrl-C ilə copy edərək Ctrl-V ilə qeyd edirik. OK düyməsini bastıq. Və ilk öncə məlumatlar gəldi. Biz daha sonra transform data məlumatlar gəldi. Və bizə ehtiyac olmayan məlumatları shift düyməsini sıxaraq daha sonra sağ düyməni basıb remove duplicate edirik və məlumatları silirik. Daha sonra OK və bir daha sağ düyməni basırıq. OK edərək və gördüyünüz kimi məlumatlar qarşımıza çıxdı. Və burada bizə query vasitəsilə bizə ehtiyac olmayan məlumatları silinib və daha sərgəli şəklə gətiririk. İlk öncə birinci sütun istifadə olunmayacağı üçün sağ düyməni basıb remove edirik. Daha sonra adları dəyişilir. Valyuta növü. Sonra valyuta dərəcəsi qeyd edirik. Kod və tip. İstədiyimiz adları qeyd edirik. Və burada gördüyünüz kimi məzənnə dərəcələri ABS, yəni text formatındadır. Biz onu dəyişmək üçün ilk öncə nöqtələri vergüllə əvəz edirik. Və gördüyünüz kimi nöqtələr vergüllə əvəz olundu. Biz daha sonra decimal number edərək datamızı sərgəli hala gətiririk. Sonra close blow to edərək table formatında istədiyimizi qeyd edirik. Və gördüyünüz kimi məlumatlar cədvələ əlavə olundu və bu məlumatlar gündəlik olaraq refresh olunacaq. Və ilk öncə dataya məlumata gəldikdə sağ düyməni tıklayaraq, özümüz də refresh düyməsini sıxaraq məlumatları yeniləyə bilərik. Və əlavə olaraq qeyd edeyim ki, table design bölməsindən connection properties-ə daxil olaraq refresh every, yəni hər 60 dəqiqədən bir və ya daha uzun müddət qeyd edərək və ya buradan tıklayaraq refresh data when opening the file. Hər faylı açdığınızda refresh olunmasını istəyirsinizsə bura klik edə bilərsiniz. OK düyməsini sıxdıqda məlumatlar bizim qarşımızdadır.